Allah'ın salamı üzerinize olsun. Her birinizin, beni dinleyenler. Bugün ben size panik atak hastalıklarından danışmak istiyorum. Panik atak veya vesvese herden kısa bir müddette, kısa bir zaman kəsiyində 10 dəqiqəlik, 15 dəqiqəlik, bəzən yarım saat içərisində sürür. İnsan müəyyən bir güclərin təsiri altında qalaraq düşüncələrini, davranışlarını pisliyə doğru dəyişir. Yəni halları dəyişir. Boğulmalar, tərləmələr, qorxu, həyəcan, umutsuzluq, keçmişə taxılmalar, ürək döyüntüləri, kimlərisə əfv edə bilməmək, kim bəsləmək, bir çox xasiyyətləri sahib olur panik atak xəstələrində. Bunun diaqnozunu qoymaq üçün bu dediklərimiz, sadaladıqlarımız əlamətlər, bəlirtilər çox insanda ola bilər. Amma onun hastalık səviyyəsi ki var, o səviyyəni çatdıqda deyirik ki, xəstəlikdir. Panik atak insan bəzən bilərəkdən və ya bilməyərəkdən öz sağlığına vurduğu zərərdir. Panikə düşmək, yəni vəsvəsiyə düşmək, qorxuya düşmək. Adətən belə xəstələrin bəzən soylarında, nəsillərində belə xəstələr olur. Bəzən də sonradan qazanılma xəstələr olur. 12, 13, 14 yeniyetməlik dövründə olan uşaqlarımızda bu hallar istər oğlan, istər qız baş verir. Sadəcə valideynlər buna diqqətli olmurlar. Bilmirlər ki, keçib gedər deyirlər. Ya psixoterapevtə, ya psixoloqa, ya doktora müraciət eləmirlər. Ama sonuçta çox uşaqdan keçir doğrudan da. Amma hardasa içərilərində 20-25% uşaqlar olur ki, onlarda keçmir. Panik atak xəstələri sağalandırmı? Xəstəliklər sağalandırmı? Bəli, sağalandır. Amma uzun zaman lazımdır. Ən az 1-2 il. Əgər ağırlaşmış formatdırsa 1-2 il. Yox, ağırlaşmamışsa qısa sürədə gedə Bəla bundadır ki, belə xəstələr xəstəliklərini tanımırlar. Sanırlar ki, gedib hansısa bir dərmanı içməklə bu xəstəlik ötüb keçir. Düşüncə xəstəliyi dərmanlarla, ilaçlarla ötüb keçən bir şey deyil. Dərmanlar yalnız o düşünməyə qoymur, düşüncəsini dayandırır. Psixotrop dərmanlar olur, çoxsu. Müəyyən bir vəziyyətdən çıxartmaq olur düşündə dərmanlar. Amma sonradan dərman müalicəsi ilə yanaşı psixoterapevtik texniklərdən istifadə etməklə olan seanslar, meditasiyalar, nəfəs yogaları, müzik meditasyonları, dualar, zikirlər, Allaha yaxınlaşma, idman, gəzinti, üzgüçülük hovuzunu məsləhət bilirik. Bunlardan istifadə etməklə, bunlardan yararlanmaqla xəstəliyin üzərinə getməklə xəstəlikdən qurtarmaq olar. Xəstəlik sizin düşməninizdir. Xəstəliklə mübarizə aparmaq, düşmənlə nə cür mübarizəyə hazırlaşırsanız, o cür də psixoloji kəndini hazırlamağa bacarmalısan ki, yəni mən bu xəstəliyin üzərinə getməliyəm və bu xəstəliyin özüm mübarizə aparmalıyam, mücadilə etməliyəm. Amma belə xəstələr doktorlardan şəfa umaraq, ancaq doktorlar məni sağalda bilər deyə o ümidlə yaşayırlar. Belə xəstələrim 20 il əzab əziyyət çəkənlər var. Sonradan doktorlardan əlləri çıxmış bu xəstələr cindarlara, cinçilərə, hocalara, muskalara gəzməli olurlar. Gözə görüntülər yaranır. Və bu zamanda artıq onların içərisində belə bir inam yaranır ki, mənə büyü etmişlər, cadu etmişlər. Və beyinlərindən çıxmayaq, mənə cin girmişdir. Belə xəstələrin çox olur və onlar ömürləri boyu bu xəstəliklərlə yaşamağa məcburdurlar. Çünki artıq onlarda inam yoxdur. İnam, onlara inandıqları onları qutara bilmir. Belə xəstəliklər gündə 5-6 dəfə atak tutanlar, bütün gün bu arta belə xəstələr evə qapanmalı olurlar, depressiyaya, evə çəkilməli olurlar. Ona görə zamanında bu xəstəliyə adi bir xəstəlik kimi baxmasaq, uşaqlıqdan bu uşaqlarımıza diqqətli olsaq,
12 yaşından 18 yaşına kadar çox bünövrə unda qoyulur. Əsas fundament özül unda qoyulur xəstəliyin. Sonradan bu xəstəliklə bir qədər ara verəndən sonra hər hansı bir qorxudanmı, nədənsə bir şeydən qığılcım kimi alovlanır. Bu xəstəlik dərmanlarla yaşamağa alışqanlıq edirlər. Hamısı da tənbəllik ucbatından. Nə spor yapmırlar, nə gəzməyə getmək istəmirlər. Çünki onların içərisində bir tənbəllik, evə qapanmalar, kimlərsə üzə çıxmamaq, xəstəliklərindən utanmaq, kimsə bunu bilməsin. Və psixoloqa getmək də bizim insanların çoxsunda baxış açısı müxtəlifdir. Psixoloqa gedənə belə dəli kimi baxırlar ki, psixoloqa gedirsə deməli burada bir çatışmamazlıq var. Hər düzdə çatışmamazlıq, doktora gedəndə də çatışmamazlıq var ki, gedir. Amma ən çətin xəstəlik düşüncə xəstəliyidir, unutmayın. Amma sağalandır. Sağ olun.